Rəhman, qardaşım, bəlkə bir dənə rəvayət deyəsən. Qulaqasın ey cəmaət, belə olubdur rəvayət. Sanmayın ki yalandır, həqiqidir olandır. Kasıbçılıq həyatı, çox sıxır cəmaatı. Söhbət açım yerində, rayonların birində. Bir dənə cavan var imiş, haqqa tərəfdar imiş. Uzun sözün qısası, var imiş bir anası. Onu ilə fəxr edirmiş, haqq yolunu gedirmiş. Bir gün o qoca ana söylədi ki oğlana, gedir ömür karvanım, ay sənə qurban canım. Gəzirsən, əylənirsən, bəs haçan evlənirsən. Oğul eşidib sözləri, işıqlandı gözləri. Dedi ki ay əziz ana, düşmə qəmə hicrana. Qoy deyim həqiqəti, sevirəm bir afəti. Namuslu qeyrətlidir, abırlı ismətlidir. Razılığı verərsən, o qıza elçi gedərsən. Ana dedi ki razıyam, bir işdən narazıyam. Bunu mənə tez deyərdin, bir kəlmə söz deyərdin. O qız gilə gedərdim, elçiliğimi edərdim. Mərd olur sevən könül, heç indi də gec dögül. Qisməti var hər kəsin, göstər mənə adresin. O qızı sən üçün alım mən, sonra rahat olum mən. Oğul da razılaşdı, ana durub azılaşdı. Sevinci ilə gülə gülə, tez yollandı qız gilə. Gedib alıp cavabın, kazandı öz savabın. Oğlan murada çatdı, tüm sevənlər azaddı. Sevgisi möhkəm oldu, amma axırı qəm oldu. Üstünə xeyli keçdi, pis gün gəldi yetişdi. Gördü yoxdur imkanım, fikirdən əriyir canım. Çox götür qoy eylədi, neyniyim mən söylədi. Öz-özünə danışırdı, yanırdı, alışırdı. Birdən xəyalə daldı, dostun yadına saldı. Dedi uşaqlıq yoldaşım, canım dostum sirdaşım. Rusiyyətdədir bu saat, özü də yaşayır rahat. Əvvəlcə zəng eyliyim, vəziyyətimi söyleyim. Razılıq versə əgər, yola düşsəyəm səhər. Zəng eləyir dostuna, dərdini açır ona. Deyir ay can cigərim, çoxalıb qəm kədərim. Həyatla üzlüşmüşəm, pis vəziyyətə düşmüşəm. İmkan var tut əlimdən, bu yükü götür belimdən. Dosta deyir darıxma, onun üçün ürəyimi sıxma. Canım da qurban sənə, yadımda o vaxt mənə. Sən də etmisən kömək, dostlar günündə gərək. Razıyam gəl yanıma, olduğum ünvanıma. Dostu verir adresin, bitirir son kəlməsin. Oğlan elə həmən an, olur yaman şadiman. Gəlib deyir anasına, ana da deyir balasına. Onun üçün əya canlısan, axı sən nişanlısan. Qızla razılaş ginən, görüş sağ ollaş ginən. Sonra çıx get səlamət, ol Allaha əmanət. Oğul da başa düşdü, gedib yadla görüşdü. Söylədi ey sevgilim, yaman çəkirəm zülüm. Toy etməkdi niyyətim, amma pisdi vəziyyətim. Dözə bilərsən həsrətə, çıxım gedim Rusiyyətə. Gedim özümü tutum mən, pis günü unutum mən. Əlimdə imkan eləyim, gəlib toy nişan eləyim. Oğlan dedikcə sözü, yaşla dolurdu gözü. Özünü bəs saxlayırdı, qız isə ağlayırdı. Ağlasa da o dilbər, razılaşdı bir təhər. Gözü yaşla dola dola, oğlanı saldı yola. Oğlan da çox kövrəlib, qayıdıb evinə gəlir. Görüşüb öz anası ilə, o əziz anası ilə. Öpüb ananın əlindən, ayrıldı öz elindən. Nəysə çox uzatmayım, başınızı ağratmayım. Gəlib Rusiyyətə
çatır, axtarıb dostun tapır, dostu görür şad olur, oğlana isnad olur. Bir yerdə birləşirlər, çalışıb əlləşirlər, yaxşı pul qazanırlar, sadəcə dolanırlar. Dostla birləşən gündən oğlan çıxır zülümdən, həyat üzünə gülür, axır özünə gəlir. Olsa da var dövləti, özünü datma diqqəti, yadına salıb pis günün, dar günün, müflüs günün. Zəifin tutub qolundan, çıxmırdı haqq yolundan, şükür edirdi Allaha, gör nələr oldu daha. Qəribədir ruzigar, hər anın öz hökmü var, nə bilsin yazıq oğlan, çıxar qabağına düşman, özü də ki öz yeddisi, tanıdığı bir kətçisi. Oğlanın varın görüb, onun vəziyyətin bilir, izləyirmiş gizlicə ki onu vursun necə, vurub ömrün bitirsin, varın özünə götürsün. Fikirləşib hər zaman belə qururmuş plan, oğlan da bir gün səhər fikirləşib bir qədər, evi xəyal eylədi, dostuna da söylədi. Evdən çoxdan çıxmışam, vətən üçün darıxmışam, toy etmək niyyətim var, yolumu da gözləyir yar. Gəl bir yerdə yan yana, gedək Azərbaycana, dostu etiraz etmir, oğlana qaz etmir, baş üstə razıyam mən. Amma evə zəng eyləsən, anovu xəbərdar eylə, getdi izhar eylə. Oğlan da sevinə-sevinə, durub zəng edir evinə, deyir 3 günə ana, gələm Azərbaycana. Hazırlaşıb nəhayət, gəlirəm edim ziyafət. Ana eşidir şad olur, sevincdən gözü dolur, deyir ay mənim balam, düzdür çatıbdır məqam. 4 fəsildir getmisən, düz 1 ildir getmisən, qayıt gəl vətənvə, el və məskənvə, toyvu edək tez bazar, ax bizim arzumuz var. Oğlan elə həməndən sevindi oldu xürrəm, sağollaşdı anayla, vidalaşdı anayla. Qoyub yerə telefonu, dostu çağırır onu, deyir gəl hazırlanaq, sabah vətənə yollanaq. Hazırlanan zamanda, elə bu vaxtda bu anda, oğlanı izləyən kəs, bu günü gözləyən kəs, eləməmişdən xəbəri, xəlvət girdi içəri, əlində də silahı, gör nə oldu ilahi. Oğlana tərəf atdı, oğlan alqana batdı, dostu görür bu halı, götürmür bu sualı, əlini atıb bıçağa, özünü verir qabağa, ki cumsun bu namərdə, güllə atıbdı məldə. Düşman da görür bunu, oğlanın dostunu, qoymayır tərpənməyə, 1 metr də gəlməyə, işini bitirmək üçün, izi itirmək üçün, tez silahı qaldırır, onu da həmən an vurur. Şeytanın qərarı ilə, bəndənin udarı ilə, dostlar zülüm görürlər, vaxtsız ölüm görürlər. Bu iki dostu vuran kəs bilmir neynəsin bəs, öldürsə də onları, tapa bilmir pulları, peşmançılığı dərk edir, həmən yeri tərk edir. Bunu eşidib bilənlər, həmən yerə gələnlər, xalqın mərd övladları, çəkilməsə də atları, görüb bu mərhumları, biçarə məzlumları, cənazəyə qoydular, vətənə yola saldılar. Oğlu gözləyən ana, oğul deyən ana, deyirdi gələr oğlum, yetər yerinə arzum, toy eləyərəm mən ona. Nə bilsin kəfən ona, olar bəylik libası, çatdı işin əsası. Tabutu gətirdilər, həyətinə yetirdilər, tabutu görən ana, ah çəkib yana-yana, başladı qışqırmağa, başına gözünə vurmağa, qaşı ürək yarəsin, söylədi bu kəlməsin. Gözlədim 1 il səni, de hansı qatil səni, qanva qəltan eylədi, məni də peşman eylədi. Mən yolumu gözləyirdim, toy eləmək istəyirdim, kəfən oldu paltarım, mənə dəyəydi azarım, deyə ağlayırdı, oğlu qucaqlayırdı, yapışıb qopmayırdı, ana ayrılmayırdı, güclə bala
ayırdılar ananı. Qəm içində yananı, cənazəni götdülər, gedib dəfin etdilər. Oğlanı bastıranda, torpağa tapşıranda, dostunu da gətdilər, bir yerdə dəfn etdilər. İki dost bəxti qarə, qoyuldular məzarə. Oğlanın nişanlısı, yəni onun adaqlısı, eşidib bu xəbəri, çəkərək qəm kədəri, dözməyir bu əzaba, bu qəmə istiraba. Yazğın oynayır başı, itir fikri yaddaşı, açan gülləri solur, o gündən bədbaxt olur. Kim dözər bu fəryada, gör nə olur dünyada. Şeytanın pilləsi ilə, namərdin gülləsi ilə, pul para ucbatından, çoxu kötür həyatından. Niyə bunu biz bilmirik, dərk edib düşünmürük. Dünya malı hədərdir, hamı gəldi gedərdi. Ey qürbətdə olanlar, vətən oduna yananlar, müsəlman qardaşlarım, dostlarım, sirdaşlarım, sizə məsləhətim var. Qoy eləyin bir aşağı, hər işdə oyaq olun, düşmandan uzaq olun. Düşman ölməyir heç vaxt, eləyir hər kəsi bədbaxt. Tanrıdan arzum budur, versin hamımıza uğur. Subaylar toy eyləsin, analar qəm görməsin, taley gülsün üzvüzə, sağ qayıdın evvüzə. Qalmayın heç biçarə, qutardı bu məcarə.